Bu nə bir həyatdır? Niyə belə oldu ki? Danışmaqla demək olmur. Onu yaşamaq lazım. Mən getdim mamanın yanına sizə. O qədər ağır bir mənzərə idi o mənim üçün. Uşaqlarımın dili tutuldu məndən danışmaq. Özündən bundan sonra nəyi qadağa qoyursan? Nə qədər böyük səhv eləmişəm. Günahdır. Eləməməliydim. Allah məni bura gətirdi, saldı ki, sən məni unutma. Yanında olmayanlar da vardı. Çıxdığım günəndə bir dəfə mənə o yazmadı ki, Kim saxlayacaq sizi? mənim işləməyə, pul qazanmağa çox böyük ehtiyacım var. Elədiyin saysız hesabsız xeyriyyələr var. Biri deyir, pensiyamı almışdım, sənə xoruz kəsmişəm. Kitab yazdım orada bir dənə. Quranı oxumağa başladım. Mən elə bir ki, yuxudaydım. Yatmışdım. Ora çatanda ayıldım. Xoş gördük. Və yəqin ki, bunu bütün səmimiyyətimə inanarsan ki, mən burada elə üz-üzə ən çox səni görmək istəyirdim. Necəsən? Yaxşı olmağa çalışıram. Məncə yaxşısan, yaxşı da olmalısan. Şükür. Çünki insanın başına bu həyatda gəlməyəcək heç nə yoxdur. Əsas salamatçılıqdır. Və sən Şükür Allaha. bayaq fikirləşirəm ağlımda ki, ay Allah, bu qız bu yaşda qədər nələrdən keçdi. Həmişə də hər şeydən dik çıxmısan, Çıxdım. hər şeyin öhdəsindən gəlmisən. Bilirəm, indi həssas dönəmindir. Amma yaşanmalıydı. Nələr hiss eləyirsən? Türkan, çox sağ ol. Təşəkkür edirəm. Məni dəvət elədin. Biraz adaptasiya olmağa çalışıram. Biraz gözlərimdə, biraz ürəyimdə qorxu var. Həyəcanım var. Bu bilirsən bir də nə ilə bağlıdır? Elə adam ki özünü bilir, deyir axı bu mənə yaraşmırdı. Biraz onun həyəcanıdır səndə. Sən özünü onu yaraşdırmırdın başıma gələni. Heç biz də bəlkə də ən çox da körpələrimin o 3 ay çəkdiyi əziyyəti özümə bağışlaya bilmirəm. Çünki biz heç vaxt ayrı qalmamışıq. Həmişə bilirəm sən necə bir anasan. O yəni özün olmursan, görmürsən də, yəni əllərimlə yedirib onlara baxıcı da olsa, nə də olsa da, yəni çox əziyyət çəkirəm mən. Evlad üçün mən başqa bir yanlılı yerimdir mənim evlad. Amma nə bilim, o 3 ay bir Allah, bir mən bilirəm də nələr yaşadım. Əslində biz hamımız bilirik. Çünki inan səmimiyyətimə, mən sənin nə qədər sevildiyini, nə qədər sənə görə insanların narahat olduğunu o dönəmdə bildim. Çünki heç səni tanımayan insanlar da pis olurdu. Hamı dua eləyirdi. Bilirlər biz dostuq. Görən soruşurdu. Mənim imkanım olmadı orada səni görməyə, amma mənim evimdə hər gün sənin duan gedir. Bilirəm, maman, Papam. bilirəm, olar. Biz sənlə ailənlə birgə yaşadıq. O sənin bütün dostların. Və sən doğrudan da həm də bildin ki, sən nə qədər sevilirsən və nə qədər yaxşı dostsan. Mən açığı bir söz deyim. Deyir ki, bu mənim talihimdə var idi. Yəqin ki, mən bundan qaça bilməyəcəkdim. Mən yaşamalıydım. Və deyir, alın yazısından qaçmaq olmur. Bu da mənim alnıma yazılmışdı. Və bunu yaşadım. O hüzünü, kədəri səndə hiss eləyirəm. Heç səni belə görmək istəmirəm. Heç bu sənə yaraşmır da. Biz səni həmişə şux, hər şeyin belə öhdəsindən gələn güclü bir qadın olaraq görmüşük. Elə belə də qal. Sualım nədir? Nə danışa bilərsənsə başına gələnlə bağlı, onu danış mənə. Mən elə bir ki, yuxudaydım. Yatmışdım. Ora çatanda ayıldım. Canım, ağlama. Heç ağlama ha. O danışmaqla
danışmaqla demək olmur. Onu yaşamaq lazım. Çox çətin. Möhkəm ol. Xahiş edirəm. Artıq hər şey geridə qalıb və Bəzən də birdən orada elə insanlarla rastlaşdım, elə insanları gördüm ki, dedim mən bunların yanında kiməm? və onlar illərlə məhkumdular o həyata. Hə. Amma yenə də heç bir qadını arzu etmirəm. Ora qadın yeri deyil. Belə bir söz var, deyir, türmələr kişi üçün tikilib. Yəni qadın yeri deyil. Oradakı həyatdan bizə nə danışa bilərsən? Mən qaldığım yer bilirsiniz də, ora bağlı bir yerdir. Yəni mən hələ məhkum deyildim. Və mən təcizxanada saxlanılan bir yerdəydim. Yəni çöldə həmişə işdə olan, deyən, gülən, yanında 3 telefonu olan insan birdən-birə hər şeydən məhrum olursan, yəni o həyata adaptasiya olmağa başlayırsan. Kitab yazdım orada bir dənə. Yanvar ayında çıxardacağım o kitabı. Nə maraqlı. Bunu heç də deməmişəm. Adı nədir? Adını müəllimə qoymuşam kitabın. Və mən arzu edirəm ki, bütün xanımlar evlərinə getsin. Yəni ora həqiqətən də boş qalsın. Heç bir qadın orada olmasın. İnşallah. Orada ən çox hamı evladdan ötəri ağlayır, evladdan ötəri yanırlar, evlad, bala. Ancaq bir də ilk dəfə balalarımı görəndə uşaqlarımın dili tutuldu, məndən danışamadı. Balacalarım mən görəndə dili tutuldular, mən söz deyə bilmədilər, qorxdular, belə həyəcanlı şey oldular ki, yəni. Ne bileyim, həyat, prosto bəzi şeylər var ki, hal-hazırda hüquq müstəvisində olduğuna görə elə şeylər var ki, mənim ixtiyarım yoxdur onların haqqında danışmağa. Mənim də əlimdən nə gəlir? Öz sənətimi oxumaq və bu məsələləri tezliklə bitirmək. Və düşünürəm ki, Allah mənə ruzu verəcək, Allah mənə kömək olacaq. Və insanların da bu dərəcədə məni istəməyini həqiqətən də inanmırdım. Və çıxandan baxıram, görürəm ki, həqiqətən də bir dənə negativ görmədim ki, insanlar mənə qarşı bir negativ, bir pis. Heç kim sevinmədi, bilirsən? Hə, təsəvvür edin ki, heç inana bilmədim ki, yəni mənim cəmaət, xalqımız bu qədər məni çox istəyirlər. Həyatda da hamımızın başına hər şey gələ bilər. Bu da bir iş ildə gəldi. Düşünürəm ki, tezdə qutaracağam. Mən ən çox harda pis oldum. Mən getdim mamanın yanına sizə. O xəbəri eşidəndə. Və bizə qapını Təranə Səmədovanın qızı Süheyl açdı. Mən orada bir ağlamaq tutdu. Baxdım belə o uşağın üzünə, dedim, sənin ananı tutmuşdular deyə. Rəqsanə səni saxlayır. İndi onun özünü də tutdular. Bəs kim saxlayacaq sizi? O qədər ağır bir mənzərə idi o mənim üçün. Onsuz da o xəbərin şoku, məyusluğumuz, ora ağlaya-ağlaya gəlməyimiz, tək özümü demirəm hər kəsə. O qapını Süheylin açması mənə elə bir ikinci travma oldu. Və mən səhərə kimi gəldim evdə, dedim, bu nə bir həyatdır? Niyə belə oldu ki? Bəs Allah da görürdü sən necə o uşaqlara baxırdın. Elə orada özümə danışıb deyirəm ki, mən həbsdə olan ananın balalarını saxlayıram. Ay Allah, sən niyə məni bura gətirdin? Nə bilim, amma yenə də Süheyl bizlə, Fazil müəllimlə, uşaqlarla, Mamagillə qaldı bir yerdə. İndi də mənim yanımdadır. Mən Təranəni çoxdan bağışlamışam. Bilirsən, Türkanı, və Allah onun qapısını açsın. Çox istəyərəm ki, tezliklə o da balalarına qovuşsun və olsun balalarının yanında. Yazıq, o da çox əziyyət çəkir. Bu dəqiqə çıxmaq üçün çox istəyir ki, tez çıxın balalarımın yanında olum. Yəni artıq qızı böyüyüb, bəlli bir yaşı var. Anaya onların ehtiyacı var. Onların siz necədir? Hansı yaşımızın hansı vaxtında oluruqsa oluq, anaya həmişə ehtiyacımız var bizim.
Mənim anam bu 3 ayda Çox əziyyət çəkdi. anam mənim bəlkə də 20 il yaşayacaq ömrü var idisə, Bəli. sonra mən bacımı, yəni biz 2 bacıyıq bilirsiniz də. Bəli. Mən bacımı çıxıb məhkəmənin qarşısına görəndə də özüm dəhşətə gəldim. Bacım necə qocalıb, başı tüm mahva olmuş. Çox fikir eləyirdi. Bəli, biz danışırdıq tez-tez. Mamanın ümumiyyətlə səsi çıxmırdı və bir ana üçün o qədər Çətindir. çarəsiz qalmaq. Allah can sağlığı versin Adilə xalaya. Valideynlərimiz Allah bir də ona mən özüm də yəni həmişə evladlarım üçün çox əziyyət çəkirəm, amma bizim valideynlərimiz də bizim bu gün hər dərdimizə, hər nəyimiz olursa zülm olar çəkirlər. Yanımızdalar olurlar. Ola bilər kimsə gəlir, ağlayır, narahat olur, bizim problemimizdə yanımızda olur, amma yenə də sonda əziyyət çəkən analarımızdır. Allah mamama can sağlığı versin. Deyirəm ki, bilmirəm mən nətər eləyəcəm, sənin o ömrünü mən uzadım. Yəni mən sənin o ömrünü aldım əlindən. Məncə uzadacaqsan. O Nə qədər bilim. içimdə belə bir his var ki, qarşıda sizə elə gözəl günlər gözləyir. Çünki həmişə əziyyətlə keçdiyim bir yolun sonu 100% mükafat olur. Mən bunu öz həyatımda da yaşamışam. Ana olmaq üçün nə əziyyətlər çəkmişəm sənin yanında. Sən də mənə o dövrlərdə çox dəstək olmusan. Biz bərabər ağlamışıq səndən, bərabər gülmüşük, bir yerdə getmişik o həkimlərə və görsən amma bugün çox şükür 2 dənə balam var. Heç mən o xəyal belə eləməzdim ki, mənim bir gün 2 dənə oğlum ola bilər, 2 övladım ola bilər. Ona görə bəncə bu əziyyətlərin gözəl bir mükafatı var. Sən çox tezliklə o mükafatları qazanacaqsan. Deyir ki, həmişə o çətinlik Allah Taala bəlkə də mənim başıma daha da başqa bir şey gələ bilərdi. Allah Taala məni apardı, ora saldı ki, sən 3 ay burada ol. Bəlkə nədənsə qorudu. Bəlkə nədənsə məni qorudu. Mən də elə düşünürəm. Amma yenə də dövlətimizə təşəkkür edirəm. Mənim qadınlığımı, mənim 4 evladığımı, analığımı və xəstəliyimi nəzərə aldılar, mənim yanımda oldular. Bir qadın olaraq mənə arxa oldular. Çox təşəkkür edirəm. Hər birinə çox sağ olsunlar. Bütün dövlət strukturlarına mənim yanımda oldular və bu günləri mən balalarımın yanındayam. Və mən də düşünürəm ki, onların mənə verdiyi bu etibarı, yəni onların mənə etdiyi bu yaxşılığı mən doğruldum. İnşallah elə də olar. İnşallah, yəni sən birinci növbədə yaxşı vətəndaşsan. Çünki sənin elədiyin saysız hesabsız xeyriyyələr var, əl tutduğun insanlar var, dərdinə şərik olduğun analar, bacılar var. Mən onların hamısını görmüşəm və bax başına nə gəlirsə, həm də onların duası ilə qurtarırsan. Bəli, o insanların, çünki onlar necə əllərini açıb göyə yalvarırlar, Instagramda yazırdılar. Baxıram, demən Instagramın tarix bölməsində yəni çatdıra bilmir. O qədər mesajlar var ki, biri deyir pensiyamı alırdım, sənə xoruz kəsmişəm. Biri deyir nə bilim evimi satmışdım, o pulundan götürdüm, sənə imam süfrəsi verdim. Bax, tanımıram o insanları. Amma ən azından hər bir insanın bir ağız duasında olmuşam. Nə bilim, ay Allah, yenə də deyirəm, çox şükür bu günümə. Sonunda deyirəm ki, peşman deyiləm, yox, o demək deyil. Sadəcə sonunda deyirəm ki, Allah məni ora saldı və mənə göstərdi ki, səni hamı çox istəyir. Əlbəttə. Hamı sənin yanında oldu. Qızım çox əziyyət çəkdi. Aysun bəli. Çox əziyyət çəkdi. Çox adam qınadı ki, ay çıxır, klip çəkdirir. Amma elə ən düzgününü Aysun elədi. Bəs ən gözəl dəstəyi, ən doğru dəstəyi ilə Aysun elədi. Bir gözünü sildi. Gəldi, amma mən verilişlərə çıxmaq istəyirəm. Orada biz hər həftədə 2 dəfə görüşürdük Aysunla. Dedi ki, mən verilişlərə çıxmaq istəyirəm. Sən baxassan, ağlayassan. Sən verilişlərə, mən çıxım, çıxmayım. Dedim, ay bala, sənin işin budur. Yəni, sənin çörək qazanırsan buradan, çıxmalısan. Və xalqımız da çox sağ olsunlar. Mənim o məqamımda qızımı daha çox toylara dəvət elədilər. Sən təsəvvür elə, yəni gör Allahın işinə bax. Daha da çox Aysunu toylara dəvət elədilər və
mənə lazım olanlar Aysun mənə köməklik elədi. Yəni O belə doğru demək ki, söhbət idi. Əzizim 200 min Aysun verib. Bəli, bəli. Doğruydu, hə? Düzdür. Allah xeyirli övladı hər kəsə qismət eləsin. Bəli. Aysun xeyirli Yar övladı oldu. hissəsini Aysun düzəltdi, verdi. Biraz biz özümüz düzəltdik, verdik. Düzdür. Bir də bu söhbətdə niyəsə biraz Fazil müəllimi qınayırdılar. Elə bil nəsə gözləyirdilər ondan. Deməli, Fazil müəllim bu 3 ayda ancaq uşaqların yanında olub. Yəni Aysun da demişdi ki, onsuz da burada hələ bəlli arxada qalan çox işlərimiz var da bizim. Onları tək hamısını Aysun elə bilməz axı. Onun da görünməyən tərəfləri var ki, onların hamısını Fazil müəllim boynuna götürdü. Elədi. Yəni orada az məbləğ də qalmayıbdı. Sənin heç bir borcun qalmayıb da bugün. Marta qədər bizim vaxtımız var. Hə. Mart ayına qədər. Yəni onların hamısı Fazil müəllim eləyəcək. Bəri başdan Aysun addım atdı, o elədi və yerdə qalanınsa isə Fazil müəllim. Sən özün də o qədər maşallah Ruzulu xanımsan, zəhmətkeş insansan. İnşallah mən düşünürəm ki, bu günlərim mənim işləməyə, pul qazanmağa çox böyük ehtiyacım var. Yəni işləməliyəm mən. Və mən düşünürəm ki, mən həm neçə illərdir Moskvada yaşayıram, Azərbaycanda yaşamıram, amma hal-hazırda Azərbaycandayam. Mən düşünürəm ki, artıq da demək olar ki, başlayıb dəvətlər çoxalıram və dəvətlər alacağım. Özüm və təbii ki, tez bitirəcəm hər şeyi. Toparlanıb, bəli, inşallah. İnşallah. İnsan ən çətin məqamında Allahla tək qalıb ona müraciət eləyir ki, ay Allah, tövbə eləyirəm, məsələn. Bir də belə bir səhv eləmərəm. Heç bu duruma gəldin də hər halda orada. Özünə bundan sonra nəyi qadağa qoyursan? Mən orada bir söz deyim də, mən orada düşündüm, dedim ki, mənim yeməyim var idi, içməyim, evim, eşiyim, hər şəraitim, gözəl yaşayışım, hər şeyim var. Mən amma düşünürəm ki, mən Allahı unutmuşdum. Allah məni bura gətirdi, saldı ki, Ay. Sən məni unutma. Mən sənə 4 evlad vermişəm. Mən sənə hər şərait vermişəm, yaşayış vermişəm, amma sən məni unutmusan. Bu bilirsən nə boyda etirafdır bu? Sən mənim qapıma gəlmirsən axı. Mən orada hər gün Allahın qapısına getdim, səcdədə oturdum. Ancaq Allahla danışdım. Ondan kömək izlədim. Dedim, mənim heç kimim yoxdur. Bir sən varsan, mən arxamda. Mən Allah'ımı unutmuşdum, düşünürəm ki, düzdür, mən həmişə hər şeyi Allahla, ürəyimlə, amma Allah'tan bizə buyruq, vacib olan şeylər var ki, biz onları unuduruq, etmirik. Bu məqama gəlmək bilirsən nə boyda böyüklükdür. Bəlkə də bütün yaşantılar səni bu məqama gətirmək üçün idi. Mən belə Bəlkə də. Yəni, çox şey oldu. Bəli, orada dedim ki, ay Allah, bir günümü sənsiz keçirtmərəm. Bu gün də o qaydada da tamam edirəm. Orada necə başladım, burada da elə. Prosta orada biraz utanırdım səcdəyə oturub sözlərimi deyəndə yanımda başqa xanımlar da var idi. Dedim, səsimi eşitməsinlər, amma içimdə Allahla danışırdım. Səhər saat 5'də dururdum, gözüm yumulu, yerimin içində otururdum, Allahla danışırdım. Bütün günüm Allahla keçirdi. Sonra başladım orada Kur'an'ı oxumağa başladım. Bütün günü. Gör nə boyda gözəlliyə çatmışsan. Qızlar mənə deyirlər ki, nə qədər deyirdim, oxuyacağım. Kur'an oxudum, Tevrat oxudum, Bibliyanı oxudum, hamısını. 300'dən yaxın kitab oxumuşam orada 3 ayda. Hansı nəticəyə gəldin? Hər gün. Nəticəyə gəldim ki, çox şeylərdir həyatımızda, səhvimiz çox böyükdür. Elə şeylər var ki, onları biz eləməməliydik. Elə şeylər var idi ki, Allah onları bizə izin verməyib, biz nə eləmişik? Və düşünürəm ki, hərdən elə olub ki, məsələn, kiməsə bir yaxşılıq etmişsən, amma o səni əsəbləşdirib, sən çıxıb o yaxşılığın üzünə vurmusan. Nə qədər böyük səhv eləmişəm. Günahdır, o da. Günahdır. Eləməməliydim. Yaxşılıq bizim aramızda qalmalıdır. Bir Allah bilməlidir, bir sən bilməlisən, bir də həmin adam.
Düşündüm ki mən bunu etmişəm, sonra niyə onun başına vurub ona əsəbləşəndə mən ona söz demişəm, deməməli idim mən bunu. Allah deyir ki, nə qədər sən qarşındakı insan sənə nə qədər pislik eləyir, nə eləyir eləsin. Sən yaxşılığından qalma və sakit otur. Sonunda Allah onun möcüzəsini sənə göstərəcək. Onlarda çox böyük gördüm ki, elə şeylər var ki, qəlbdə qırmışam mən. Bir insanın qəlbini qırmaq, ahını almaq olmaz, çox pis şeymiş. Məncə həyat sənin bundan sonra çox daha gözəl istiqamətə dəyişəcək. Xarakter olaraq və hadisələrə Sual yanaşma verirlər ki, olaraq. mənə deyirlər ki, biz səni belə görməmişik də. Yəni şıltaq deyən, gülən, Sərt biraz da, bəzən biraz da aqressiv. Biraz açılış, biraz danış. Alınmır. Həqiqətən alınmır. Bilirəm, o gün röya verilişində qonaqdır, baxıram. O da əkizlər bürcüdür, mən də əkizlərim. Xasiyyətimiz demək olar ki, Aşağı yuxarı eynidir. hə, eynidir. Məsələn, mən də saat bilmirəm. Həqiqi bilmirəm ha. Mən elektron saatı Nigar bilir. Onlardan soruşuram ki, saat neçədir? Bilmirəm. Məsələn 16:00, 15:00 bunların hamısını 16:00. yox, bilmirəm. 4-dür. Hə, hamısını bunlardan soruşuram. Həqiqi bilmirəm ha. Qızım Aysun da bilmir. Mən nətərəm, o da məni kimi. Sağ solu idarə edə bilmirəm mən. Yəni əkizlər bürcündə belə bir şeylər var. Hə, məsələn baxıram, deyirəm ki, görsən o da biz əkizlər bürcündə bir xüsusiyyət də var. Onlar yaşa dolduqca kübarlaşırlar. Onlar yaşa dolduqca həyatları dəyişməyə başlayır da. Baxıram, deyirəm ki, gülüşündə falan da qalıbdı. Xasiyyətlərində də əkizlərdən biraz qalıbdı, amma çox kübar olubdu. Xoşun gəlir, hə? Yəni görürəm ki, kübar olubdu. Amma mən də indi nə qədər çalışıram ki, birdən dünən yox, bir gün bundan öncə bir dostumuz var, çox sağ olsun. Məni görməmişdi, çağırdı, mənə telefon hədiyyə elədi ki, qoy birinci mən sənə verim, ona yaxşı pullar gəlsin, nə bilim. Hələ düşərli olsun inşallah. Hələ düşərli olsun. Hə, oraya getdim, orada hamısı gəlib ki, sən gözlərin niyə belədir, niyə gülmürsən, niyə danışmırsan? Hələ də gülmürəm. Hə, həmənki adam oldu da şıltaqlıq elə. Sən Allah bir dənə canlaş, bir dənə bir şey bişir, baxaq, hamımıza maraqlıdır. Amma Hələ sənə çətin gəlir. həm çətin gəlir, həm də ki, düşünürəm ki, yox, onlar qutardı. Əlbəttə, insanın həyatında elə bir mərhələ olur ki, ondan sonra çox böyüyür. İnsan böyüyür. Aysun deyir ki, mamam belə olandan sonra mən böyüdüm. Mən də düşünürəm ki, buradan sonra mən daha da yaşlaşdım. Daha da yaşa doldum. 46 yaşım olsa da elə bilirəm 50 yaşımın, 55 yaşımın içindəyəm. Artıq tamam başqa bir adamım. Mən artıq başqa cürə təqdim etməliyəm hər şeyi. Başqa olmalıdır hər şey. Yəni indi Allahımla da nə danışıram, bir Allahım bilir, bir mən bilirəm. Biz bilirik nə danışırıq. Allah ən gözəl arzularını, ən gizli xoş niyyətlərini hamısını həyata keçirsin. Bu çətin, çox ağır bir yolda çox adam yanında olsa da, əminəm ki, yanında olmayanlar da vardı və sən onları orada olsan da buradan hiss eləyirdin. Kimləri idi onlar? İstəmirəm adlarını çəkim. Heç kim qəlbini dəymək istəmirəm Türkiyənin, adları çəkmək istəmirəm. Bax, Zarun haqqında danışdım, sonra dedim ki, pis oldum, amma qəlbimə dəymişdi. Ki, onu çox istəyirəm mən. Həqiqətən də normal, yaxşı münasibətlərimiz olub. İncimişdim. Özümdə incidim. Elə aparıcılarımız var ki, onların hamısına mən dost olmuşam. Yəni, həmişə evimə qonaq gəliblər, evlərinə qonaq getmişəm, xeyirlərində, şərlərində, yanlarında olmuşam. Qızımdan soruşurdum da, səndən kim maraqlanır, kim soruşur, kim yoxlayır səni. Onların heç birinin adını eşitmədim. Heç birinin adını eşitmədim. Heç mənim qızıma bir dəfə zəng də eləməyiblər, maraqlanmayıblar. Amma mən həmişə çətinlik yaşayan insanların yanında olmuşam. Həmişə. Tanımadığımda, yəni show biznesdə olubdu, bu sferan adam olubdu, əlaqə münasibətim olmayıbdı. Amma eşitmişəm nəsə olub, mən götürüb ona zəng vurmuşam, başsağlığı vermişəm və yaxud demişəm ki, sən Allah, nəyə ehtiyacınız var, nəyə köməklik edə bilərəm mən də, əlimdən gəldiyi qədərilə. Amma o insandan heç birini görmədim də, incimədim də. Çünki mən Allahıma söz vermişəm. Mən
heç kəsin qəlbinə dəyib, heç kəsin ahını götürüb, heç kəsdən necə deyim, istəmirəm ki, insanlar desinlər ki, gənə rəqsanəyə qalmaqalları, dava, söz, söhbət, gənə istəmirəm onlar olsun. Allah hamısının canını sağ eləsin. Amma düşünürəm ki, çətin gün hamı üçün var. Və Allah çox ədalətlidir. Bəli, düzdür, çox böyükdür Allah. Və o sənə pis günündə yanında olmayan adamları mən də pis günümdə tanımışam. Aşağı yuxarı eyni adları çəkirsən. Və demək ki, insan xisləti budur. Düz. Demək ki, insanın olanı budur. Allah o insanlara pis gün qismət eləməsin. Eləməsin, yox. Ki varlığımızla yoxluğumuzu hiss eləmək məcburiyyətində qalmasın. Bəzən də məsələn bir nəfər var, müğənnidə qadındır. Onun sənətini çox istəyirəm. Həddindən artıq çox istəyirəm. Ona çox böyük hörmətim var. Mən eşidəndə ki, o mənim bir rəfiqəmə zəng vurub deyibdi ki, nəyə lazımdır paylaşırsan, nəyə lazımdır qoyursan, niyə özünü öldürürsən. Mən özüm dəli oldum. Dedim, nə, həqiqətən, hansı ki o Moskvada evimdə dəfələrlə qonaq olub, ondan sonra gəlib onu məclisə istəməyiblər. Nigar Allah şahididir, mən o məclislərə salmışam. Mən bildim kimdən söhbət. Yəni, o qədər çox istəyirəm onu. Dedim, nətər, Nurcelli bu belə hərəkət eləsin. Və çıxdığım günəndə bir dəfə mən o yazmadı ki, çünki çıxandan sonra elə adamlar mənə yazdı, elə adamlar mənə zəng vurdular ki də, yəni gözlədim görüm o heç olmasa bir yazacaq ki, bu ay bacı çox şükür. Hətta belə adamlar var sənin həmkarlarından ki, heç bir reaksiya vermədilər çıxmağa. Hə, var. Heç biri yazmadılar ki, məsələn, Allaha çox şükür, nə yaxşı oldu, balalarımın yanındasan, yəni çox sevindim və yaxud o insana məhtəl qaldım. Və yenə də üzümdə yaratdığı bu gözəlliyə görə Ayselimə təşəkkür edirəm. Aysel uzun illərdir peşəkar meykap sahəsindədir. Onun etdiyi vizajla istər gündəlik həyatınızda, istər özəl gecələrinizə xüsusi rəng qata bilərsiniz. Saçlarıma görə isə Fatiməmə təşəkkür edirəm. Aglamur Vip Studio bir gözəllik evidir ki, orada yalnız peşəkarlar çalışır. Siz də müraciət edin. Səyahətlərinizin ən doğru ünvanı Top Travel şirkətidir. Bu şirkət birinci növbədə etibarlıdır, ikinci növbədə sizə istədiyinizi hazırlayıb təqdim eləyəcək. İstər aviabiletlər, istər tur paketlər, istər otel seçimi, hər şey sizin üçün ən rahat, ən münasib şəkildə təşkil eləyəcəklər. Siz də qəşəng-qəşəng gedib gəzəcəksiniz. Top Travel. Təşəkkürlər. Yaradıcılıq planları eşitmək istəyirəm. Mən niyəsə elə bilirəm ki, sən ora aid bir şey oxuyacaqsan. Oxumuşam. Görsən. Kitabdan sonra da mahnı, hə? Özün bəstələdin yəqin ki. Özüm bəstələmişəm. Yaradıcılıqda hal-hazırda yaxşı bir komanda ilə çalışıram. Və inşallah prinsiplərimiz odur ki, Azərbaycanda bir çox yerlərdə konsertlər verim. Və çoxlu dəvətlər almışam. Nəinki Bakıda, Azərbaycan bölgələrində və məclislər dəvət almışıq artıq. İndi də yeni il qabağıdır, yeni il çəkilişləri başlayıb. Çoxdur çəkilişlər olduğuna görə çox çəkilişləri çatdıra bilmirik açığı. Amma söz verirəm ki, hamınızın verişində mütləq şəkildə olacağam. Deyirlər ki, dostlarımı seçirsən, ancaq birinci dostlarının proqramlarına gedirsən. Mən də deyirəm, yox. Əslində elə də olmalıdır da, bəs dostdur da. Deyirəm ki, hamınızın proqramına gələcəm, hamınızda çıxış eləyəcəm Allahın izni ilə. Və inşallah qarşıda bir arzum var ki, mart ayına qədər hər şeyi yoluna qoyub və istəyirəm ki, 2 gün Heydər Əliyev adına sarayda konsert eləyim. İnşallah. Və Allah onu mənə nəsib eləsin, konsert eləyim. Bir də Allah qoysa, düşünürəm ki, təzə ildən yanvar ayında bütün məni sevənlərlə bir böyük bir görüş təşkil edeyim. Görün mən nə qədər sevən gələcək ora. Nə gözəl. Hə, çox maraqlı fikirdir. Bəli, elə bir şey istəyirəm. Məni sevənləri ora dəvət eləyəcəm. Və mənim onlara hədiyyəm olacaq. İstəyirəm görüm onlar mənə nə hədiyyə gətirəcəklər. Nə maraqlı. Mən əminəm ki, orada olacaq insanlarla. Bir də bu konsert falan dedin. Yəni sən elə bir sənətçisən ki, saatlarla səhərə kimi canlı oxuyarsan. Sən heç bir sərhəd
tanımırsan o mövzuda, sənin yaradıcılığın bundan sonra daha çox baş qaldıracaq. İnşallah. Çünki içində o boğub saxladığın o qığılcımlar artıq Var. bəli, Bəli. onlar üzə çıxır və mən əminəm ki, həm də fərqli müğənni rəqsanəni görəcəklər Bəli. bundan sonra. Düzdür. Çox fərqli. Ürəyində nəsə qalıb? Mən buradan bütün xanımlara bir söz demək istəyirəm ki, özünüzü qoruyun və elə bir addım atın ki, sizi ora aparmasın. Heç bir xanım orada görmək istəmirəm. Heç bir xanımı və heç bir evladı anasız görmək istəmirəm. Allah heç bir qadını ora aparmasın. Mən burada sualdan çox biraz bir-iki söz demək istəyirəm. Doğrudan Rəqsanə mükəmməl anadır. Onun övladları üçün etmədiyi, edə bilmədiyi heç bir şey yoxdur. Mən onun bir neçə ay evində də olmuşam. Hələ Mehrimə 3 kiloydu biz onu görəndə. Və sənin hər övladına ayrıca münasibətini görmüşəm və o qədər həssas bir anasan. Evdə 10 dənə işçi də ola bilər, amma Rəqsanə gördüyünüz müğənni Rəqsanə deyil evində. Başlarını itirdilər. Bütün ailənin, evlatlarımın hamısının proqramı pozuldu, hər şey. Çünki evdə idarəçi olaraq hər şeyi mən eləmişəm də. Hər kəs, uşaqlar belə, Aysun belə, Yağmur belə, yəni hamı bütün evin bütün şeyi pozulmuşdu, idarəçilik pozulmuşdu. Kim nəyi necə eləmək, bax belə elə bir məqama gəlib çıxmışdı. Yenə də çox şükür edirəm bu günə. Allaha çox şükürlər olsun. Və yenə də deyirəm, buradan bütün dövlət qurumlarına çox təşəkkür edirəm. Çox sağ olsunlar. Təbii ki, Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazov, ölkəmizin rəhbəri cənab İlham Əliyevə çox təşəkkür edirəm. Mehriban xanıma təşəkkür edirəm. Məhkəmə hakimlərimizə öz minnətdarlığımı bildirirəm. Mən orada Günel xanımı, hakimimi hansı şəkildə qucaqlayıb ağladımsa, yəni o da özləri də oldu məndən ağladı. Qərarı ki, o verən məqamda onu təsəvvür eləmək yəni mümkün deyildi. Yəni hoppandım, o nətər qucaqladımsa, dedim, nə olar, qoyun mən sizi qucaqlayım. Birinci Allahım, ikinci anam, üçüncü elə bir siz məni indi dünyaya gətirdiniz. Bax, onu elə qucaqladım belə. Onlara çox təşəkkür edirəm. Yəni, prokurorluq orqanlarına təşəkkür edirəm. Və düşünürəm ki, hər zaman onlar ədalətli qərar verirlər. Hər zaman xanımların, qadınların, anaların, evlatlarına baxırlar, ailələrinə baxırlar və çalışdıqları qədər köməklik göstərirlər ki, qoy çətinliyindən çıxsın. Və onlar da mənə bax belə bir addım atdılar. Çox təşəkkür edirəm hamısına. Və bu qədər çıxışlarını izləyirəm. Məndən öncə də, indi də. Bir dəfə belə olsun, sən özünə haqq qazandırmadın. Ki, bəli, mən haqlıyam, başıma bu iş gəldi. Bu o qədər gözəl bir şeydir. Özünü görmək, dərk eləmək, səhvini başa düşmək, onun cəzasını çəkib və bunu etiraf eləmək, bu çox böyüklükdür. Və heç vaxt bundan utanma. Elə belə də qal. İnşallah. Təşəkkür edirəm. Səni çox yormaq istəmirəm. Sağ ol, Türkan, minnətdarım. Çünki bu yolda çox əziyyət çəkdin və sən yıpranmış görmək, tükənmiş görmək heç istəmirəm. Heç belə də deyirsən, çox şükür. Sən toparlanacaqsan. İnşallah. Bil ki, ailənin, övladlarının, səni sevənlərin, musiqi sevərlərin, rəqsanə sevərlərin sənə ehtiyacı var. Qayıt, onların yanında ol. Daha şux, daha güclü və daha iri addımlarla. Allah qoysa, inşallah. Allah böyükdür, hər şey yaxşı olacaq. İnşallah, uğurlar diləyirəm. Səni həmişə xoşbəxt qarşımda görmək istəyirəm. Sağ ol, can, minnətdarım.